İranda etirazlar nisbətən yatırılsa da yanvarın 8-nə aid görüntülər yayılıb. Qəzəbli etirazçılar Tehran əyalətinin Gərçək bölgəsində aksiyalar dağıtmağa çalışan repressiv qüvvələrə qarşı kütləvi müqavimət göstəriblər. Azad İran Telegram kanalı yayılıb görüntüləri və məlumatı. Görüntülərdən görünür ki, təhlükəsizlik qüvvələri etirazçılar qarşısında geri çəkilməyə məcbur olublar. Etirazçılar əsasən iqtisadi çətinliklər, sosial ədalətsizlik və insan haqları pozuntularına qarşı yönəlib. Bu arada Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələrinə məxsus C-17 Globemaster 3 nəqliyyat təyyarələri və KC-135 havada yanacaq doldurma təyyarələrinin növbəti partiyaları Avropadan yaxın şərq istiqamətində hərəkətə başlayıb. Məlumata görə bu uçuşlar ABŞ-nin regiondakı hərbi mövcudluğunu gücləndirməyə yönəlib. Son günlər ərzində yaxın şərqə daşınan şəxsi heyət, texnika və logistika resurslarının həcmi artmaqda davam edir. Dünən Ağ Evdəki tədbirdə o sərəncamlar, fərmanlar imzalanan vaxt Donald Trump da Amerika Birləşmiş Ştatlarının prezidenti dedi ki, İrana doğru Venezuelaya göndərdiyimizdən daha böyük bir donanma, flotilya deyir, nə istəyirsiniz deyin, amma daha böyük qüvvələr İrana doğru istiqamətlənib.